Sonlar vaxtınız xeyir olsun əziz futbol sevərlər. Həvəskar Futbol Liqasından hər birinizi xoş gördüyü günün növbəti qarşıdurması Quraba və UPD komandalarının qarşıdurmasını izləyirik. Sizə heyətlərlə tanış edeyim. Quraba komandasının heyətlərə belədir. Qapıdan Nurlan 8, Ramil 7, Edvin 6, Ruslan 12, Əli 17, Toğrul və 5, Mahir. UPD komandasının heyətləri belədir. Qapıdan Mübariz 4, İlyas 17, Nicat 7, Abu, Mehman, Nihat, Həmid, Ramazan və 8 nömrə Qorxmaz. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollu, haqq ədalətli, gözəl bir maç diləyi ilə Quraba komandası indi hücum qurmağa çalışır. Dönürlər ən geriyə qapıları Nurlana. Nurlan artıq bir xeyli qapısını tərk edib sağ ötürmə edir. Uzun ötürmə mərkəzə. Amma orada komanda yoldaşı yoxdur və out. Out indi Mübariz yerinə yetirdi. Ötürməsini etdi Mehmana. Sol Tadladı Mehman. Mehman ötürməsi kesmədi. UPD komandası geriyə çəkilib. Qorxmazdan sol zına ötürmə. Orada Ramazan var. Ramazan dönür geriyə. İlyas. İlyasdan sol zına orada Nihat var. Nizat özür istəyirəm. Ötürmə kesmədi. Mehman ötürmənin qarşısını kəsir və altı indi yerinə yetirir. Quraba komandası qapıya doğru zərbə, blok gəlmə, təkrar zərbə. Top çərçivədən yan keçir. İndi qapıcı dərhal əllə zərb topuna daxil etdi. Nicat topu, Nicatın qapıya zərbəsi. Top çərçivədən yan keçir və təmas da var idi. Korner. UPD komandası indi kornerdən top oyuna daxil edəcək. Ötürmə keçmədi. Top qapıcı Nurlanda qalır. Nurlan ötürməsi. Ramazan bloklayır. Out. Out yerinə yetirildi. Nizat qarşılayır amma biraz səliqəsiz qarşılayır. Zərbə gəlir. Amma top istədiyi kimi ayağına oturmur Ruslanın. İlyas. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. İlyas komanda yoldaşlarını axtarır. Yanında Ramazanı görür. Ramazandan Qorxmaz. Qorxmaz indi mərkəzdən irəliləməyə çalışır. Çəkir soluna. Sol cinanı çəkib topu. Ramazana buraxır amma anlaşılmazlıq yaşanır. İki komanda yoldaşı arasında və out. İlyas indi topu altdan oyuna daxil edir. Qorxmaz. Qorxmaz dönür geriyə. Nicat var orada. Nicatın ötürməsi kesmədi. Out'a yollanır. Top indi outdan topu oyuna daxil etdi artıq UPD komandası. Qorxmaz ötürməsi Mehman. Başla qarşılayır topu. Mahir. Toğrul topladı indi. Toğrulun ötürməsi kesmədi. Mehman qarşılayır. Qorxmaz. Yaxşı kesməyə çalışdı. Rəqibini burada keçməyə də bacarır. İkinci rəqibini keçə bilmədi. Blok gəldi ona. Elvin. Rəqibinin ilerləməsinə imkan vermədi. Toğrul topladı. Toğrulun ötürməsi Ramazana təmas edir top. Out. Ramazan indi outdan topu oyuna daxil etdi. Nələr baş verir? Oy oy. Az qala öz qapılarına bəxtsiz bir qol izləyəcəkdi amma ayıq davranır Nurlan. Keçmədi. Out. Yoxdur. Təhlükəli oyun var deyir burada hakim və sərbəst zərbə ilə topu oyuna daxil edəcək UPD komandası. Nizat indi zərbə zərbəsini yerinə yetirdi. Ötürməsini etdi. Yanında Qorxmaz var. Qorxmazdan Ramazan istiqamətini ötürmə.
Qapısı Nurlan topu çıxır alır. Ötürməsini də edir. Mahir istiqamətinə. Mahir. Mahirdən sağ ağzına ötürmə. Mərkəzdə ötürmə. Ramilə qarşı qayda pozulub. Ramilə qarşı qayda pozulub. Cərimə zərbəsini yerinə yetirəcək Quraba komandası. Mahir gəlir topun arxasında da Mahir. Yaxınlaşır topa. İndirir zərbəsini. Top canlı sətdən qaydır və out. Alt yeni yetirdi təkrardan Mahir. Yenə top Ramazanla meydanı tərk edir. Alt yeni yetirildi. Elvin'də top. Sağdan atladı Elvin. Divar paslaşması düşünmüşlər amma keçmədi. Qapısı çıxır. Mübariz topu uzaqlaşdırmaya çalışır. Ramazan keçdi bir rəqibini Ramazan. Sol zan ötürməsini etdi. Qorxmaz var orada. Qorxmazdan təşərdən Ramazana. Ramazandan öncə Toğrul özünü çatdırır. Ramazanın ilerləməsinə imkan vermir. Qapıya doğru zərbə. Mübariz 2 həmlədə topa sahib olur. Artıq oyuna hərəkətliliyi qazandırıb Mübariz. Out. Qorxmazdan solcun havuzun ötürmə. Diagonal ötürmə düşünmüşdü İlyas amma bu ötürmə biraz İlyas üçün yüksəkdən olur. Nurlan topu əl ilə oyuna daxil etdi. Elvin ötürməsini etdi Nurlan. Nurlandan təkrardan Elvinə, Elvin sağ atladı. Ötürməsini etdi amma top birbaşa qalkiper mübarizə qədər gəlib çatır. İlyas ötürmə etdi. Qorxmaz. Biraz geriyə çəkilir. Sağ ötürməsini edir. Orada Nicat var. Nicatın ötürməsi ünvansız alınır top. Qapısı Nurlan'a qədər gəlir. Nurlan özü ilə eləyir. Ötürməsini etdi Elvinə. Yanında Elvin var idi. Elvinin qapı qarşısına ötürməsi amma top qapının üstündən meydanı tərk etdi. Mübarizin top oyuna daxil etdi. İlyas topladı. İlyas ötürməsini etdi. Qorxmaz. 2 nəfərin hadisindən çıxmağa çalışırdı amma imkan vermədilər onun rəqibləri keçməsinə. Ruslan ötürməsini etdi Elvinə. Elvin sağ zatdan indi hücuma qoşulan komanda yoldaşı var. Ötürməsini etdi. Araya girdi Ramazan. Qorxmaz topladı indi. Qarşısında bir rəqibi var. Toğrul var qarşısında. Sağdan ötürməsi etdi. Mehman gəldi köməyə. Mehman indi mərkəzə yerlədi. Ayaq saxladı. Döndü yine sağdan. Qorxmaz. Qorxmaz ötürməsi soldan. Onun da sağdan ötürmə. Mərkəzdə tək toplu ötürmələr. Mehman topu istədiyi kimi ram eləyə bilmədi. Mahir indi topladı. Mahir sağdan ötürməsini etdi. Qapıya doğru zərbə. Top qapının yanından meydanı tərk edir. Nicat döndən geriyə qapısı mübarizə. Mübarizdən bir qalkiperdən digər qalkiperə ötürmə izlədik. Quraba komandası indi yeni üzüm qurmağa çalışır. Qapı qarşısına ötürmə düşünmüşdü. Nicat qarşılayıb bu ötürmənin qarşısını kəsir. Elvin indi altı yerinə yetirəcək. Ötürməsini etdi. Nurlan qalkiper. Özü indirdi zərbəsini. Top çərçivənin üstündən meydanı tərk edir. Mübarək topu oyuna daxil edib artıq. Top itkisi gəldi UPD komandasında. Mehman gəldi. Öz səhvini sığortaladı. Mahir. Geriyə ötürməsi. Toğrul. Toğrul birbaşa qapıyı mı düşündü? Amma top qapının üstündən meydanı tərk etdi. Dərhal artıq oyuna topu daxil edib Mübariz. Toğrul eləyir. Qapıya zərbəsini indirir. Mübariz yerindədir. Dəf edir bu zərbəni.
Sağcına paralel ötürmə Mehman istiqamətinə. Mehman topladı, ayaq saxladı. Baxır komanda yoldaşını axtarır. Sağcına düşündü. Ruslan girdi araya. Sürməsini də etdi. Qapıya doğru zərbə. Blok gəlir İlyasdan. Və burada qayda pozulub. Təhlükəli oyun var idi deyir hakim və sərbəst zərbəni indi Quraba komandası yerinə yetirəcək. Elvin var topun arxasında, amma Elvin topu bıraxır Mahir üçün. Yox, Ruslan qalır. Təkcə Ruslan var indi topun arxasında. Ruslan ötürməsini etdi, yaxşı yerə ötürmüşdü, amma zərbə istədiyi kimi alınmadı Ramilin. Ayağına oturmadı top. Yaxşı ötürmə etmişdi, müdafiəçiləri yayındırmışdı. Hər kəs ondan zərbə gözləyirdi, amma o çox yaxşı yerə ötürmə etdi. Ruslan amma ayağına top istədiyi kimi oturmadı Ramilin. Oxmaz çəkdi sağına. Mahir özünü çatdırdı və topu komandasına qazandırdı. Nurlan gördü mərkəzi. Mahir tək toxunuşlu ötürmələr. Amma top itkisi baş verdi Quraba komandasında. Və indi qaptan zərbə ilə UPD komandası topu oyuna daxil edəcək. İlyas döndü, yanında Nicat var idi. Ondan sağcan ötürməyə Mehman. Tək toxunuş ötürmələr yaxşı alınır. Nicat. Nicatın qapıya zərbəsi. Qeyri-dəqiq alınır bu zərbə. Ramil ötürməsinin kəsməsinə imkan vermədi Mehman. Amma top hələ də Quraba komandasındadır. Mahir topladı indi. Mahir çəkdi sağına. Ötürmə düşünmüşdü. Mehman girdi araya, imkan vermədi. Bu topu istədiyi kimi ram eləyə bilmədi. Out. Artıq 12 dəqiqəni geridə qoymuşuq oyunda. Hələ də hesab açılmayıb. 0-0'lıq. Qolsuz bərabərlik davam edir. Qaptan zərbələ indi mübariz topu əllə oyuna daxil etdi. Oxmazdan bir ara ötürməsi Mehman istiqamətdə, amma Toğrul gir araya. Və Toğrula qarşı qayda pozulub. Bu qaydanı pozub Toğrula qarşı. Cərimə zərbəsindən qalkiper Nurlan topu oyuna daxil edəcək. Ötürməsi alındı Ruslan istiqaməti. Ruslandan sol zona ötürmə. Mahir var orada. Mahirin ilerlemesinden Nicat imkan vermedi. Alttan topu oyuna daxil edəcək indi Ruslan. Dönür geriyə. Toğrul var orada. Toğrudan sağcına ötürmə Elvin. Elvin ötürməsini də etdi. Sağcına qapı qarşısına ötürmə düşünmüşdü. İlyas girdi araya. Tək toxunuşlu ötürməsi Mehmana. Keçmədi bu ötürmə. Nihat istiqamətini ötürmə. Top indi Quraba komandasında bir ara ötürməsi yaxşı düşünmüş, çox gözəl alındı bu ötürmə. Amma Ruslanın zərbə indirməyinə imkan vermədilər. Çox gözəl alınmışdı bu ötürmə. Ramil tərəfindən. Amma bu hücum qolla nəticələnmədi. Mehman topladı indi. Sağdan orada Nihat var. Nihat ayaq saxladı. Mehman düşünmüşdü. Şuna keçmədi. Ramil indirdi zərbəsini Ramil. Blok gəldi Nicatdan. Alt yerinə yetirildi dərhal. Nihat indi topladı. Nihatın zərbəsi çərçivədən yan keçir. Elvin təkrardan Nurlan. Nurlandan sol cana düşünmüşdü Ruslan istiqamətinə, amma top Nicatın nəzarətində Out'a yollanır. Out'dan top oyuna daxil etdi. Artıq UPD komandası. Qoxmaz topladı. Qoxmazdan sol cana ötürmə. İlyas. Təkrardan Qoxmaz. Qoxmaz döndü. Yanındakı komanda yoldaşı Nicata. Nicatın ötürməsi kəsmədi. Mahir topu başla qarşıladı. Qoxmazdan sağ cana ötürmə.
Yaxşı çıxılır hücuma. Nihat'ın topladı. Nihat'ın zərbəsi. Biraz yaxşı alınmadı. İstədiyi kimi alınmadı zərbəsi. Ramil'in zərbəsi. Top çərçivənin üstündən meydanı tərk edir. Qorxmaz. Sağcılıqdan ilerləməyə çalışırdı. Yox. Ayaq saxladı. Geriyə döndü. Baxır boşluq axtarır rəqibi müdafiəsində. UPD komandası bu dəqiqələrdə. Qorxmaz geriyə dönür. Nicatdan Nihat istiqamətini ötürmə. Orada Ruslan girir araya. Topun Nihat'a çatmasına imkan vermədi. Toğrul keçdi rəqibini. Sol zətdə sürət eləyir. Mərkəzdə ötürməsi yaxşı alınır Ruslana. Ruslanın zərbəsi və top qapıdan keçir. Ruslan hesab açır. Ruslan hesab açır oyunun 16-cı dəqiqəsində. Ruslan komandasının ilk qolunun müəllifi olur. Toğrul sol cinahdan yaxşı sürət yığdı, yaxşı gəldi. Ötürməsini də yaxşı etdi Ruslana. Ruslan da bu ötürməni geri çevirmədi. Usta zərbəsi ilə topu tora qovuşdurdu Ruslan. Mehmandan komanda yoldaşı Qorxmaz'a ötürmə. Qorxmazın qapı qarşısına ötürmə. Qapıdan zərbə ilə topu daxil edəcək. Son təmas Nihat'dandır deyir hakim. Elvin döndü. Qapısı Nurlana. Nurlana Toğrul istiqamət ötürmə. Toğrul Elvin'i düşünmüşdü ama biraz sürətli olub ötürmə. Qorxmaz döndü geriyə, qapılar mübarizə. Mübarizə təşədən Qorxmaz. Biraz riskli oynayır UPD komandası. Amma riskli oynamalarına baxmayaraq müdafiədən çox yaxşı çıxır UPD komandası. Mehmanı ilerləməsinə imkan vermədi Ramil. Həmin ötürməsi Mehman zərbəsi. Blok gəlir Toğruldan. Yenə Toğrul sol uzaqdan sürətli hücuma çıxıb ötürməsi etdi Ramilə. Ramil'in qapıya zərbəsi. Qapısı mübarizədən qayıtmışdı. Təkrar zərbə və top tora qovuşur. Toğrul hesabı 2-0 edir. Bir gol, bir asist edib artıq Toğrul. Gözəl gol sevinci ilə də bu qolunu bəzədi deyə bilərik Toğrul. Hesab artıq 2-0'dır. Toğrul indi həm hücumda varam, həm müdafiədə varam deyir Toğrul. Blok qoydu bu zərbəyə. Tək toxuş ötürmələr. Top Ramildədir. Ramildən sağdan ötürmə. Uslan zərbəsinə blok gəldi İlyasdan. Qorxmazsa qalır top. Qorxmaz. Geriyə çəkir topu. Baxır komanda yoldaşlarını axtarır. Nihat gəlmişdi köməyə. Qorxmaz döndü. Ən geriyə qapıları mübarizə. Mübarizədən Həmidə. Həmidin ötürməsi biraz sürətli alınır. İlyas istiqamətinə. Paralel ötürmə düşünmüşdü. 6. UPD komandası yerinə yetirəcək. Qaydalar çərçivəsində yerinə yetirilmədiyi üçün out, onun üçün də əl dəyişdirir out zərbəsi. Mehman bir ara ötürməsi Nihat istiqamətindən. Nihat topu saxladı. Komanda yoldaşlarından dəstək gözləyir. Sadəcə Mehman düşündü. Mehman topu oyunda saxlaya bilmədi. Biraz sürətli ötürmə olmuşdu. Nurlan yanında Elvin var idi. Elvin indi ayaq saxlayır. Soldan Ruslan istiqamətə ötürmə, amma Ruslan topu ram eləyə bilmədi istədiyi kimi. Ramazandan ötürmə. Qorxmaz var orada. Qorxmaz dönür təkrardan Ramazana. Ramazandan təkrardan Qorxmaz. Qorxmazdan sağdan ötürmə Mehmana. Mehman topu oyunda saxlayır.
çəkirdi soluna və Mehmana qarşı qayda pozulub. Mehmana qarşı qayda pozulub. Out. Out indi. UPD komandası altı yerinə yetirəcək. Qorxmaz çəkdi, sağına indirdi zərbəsini Qorxmaz. Torquldan təmas var, korner. Mehman korneri yerinə yetirdi. Geriyə ötürməkdir kornerdən. Həmid topladı indi. Ramazanın təkrardan Qorxmaz. Qorxmazdan sağdan ötürmə Ramazana. Toğrul topu uzaqlaşdırır. Top rəqib qapıya qədər gedir və mübariz topu indi əllə topu oyuna daxil etdi. Mehman topladı indi. Mehman ötürməsi Ramazan istiqamətinə. Ramazan tək başına irələməyə çalışır. Yenə Toğrul onun irələməsinə imkan vermədi. Rami yaxşı keçdi rəqibini, qapı qarşısına ötürməsi. İlyas qarşılayır. Zəmin meydançasında zərbə endirməsi imkan vermədi rəqibin. Time out. Time outdan sonra təkrardan görüşmə ümidi ilə. Time outdan sonra yenidən oyun hərəkətliliyi qazanır. Out. Zərmə zərbəsi təyin edib hakim. Həmid indi zərmə zərbəsini yerinə yetirdi. Nizatdan solcuna ötürmə Ramazan. Ramazana paralel ötürmə Mehman istiqamətinə. Mehmandan mərkəzə Qorxmaz. Dönür üzünü qapıya indirir zərbəsini Qorxmaz. Amma zərbəsi çərçivənin üzərindən meydanı tərk edir. Nurlan indi Elvin istiqamətinə ötürməsini etdi. Elvindən təzyiq var Mehmandan. Və out. Mehman outdan topu oyuna daxil edir. Qorxmaz istiqamətinə ötürməsini edir. Qorxmaz geriyə ötürmə Həmid. Həmidin ötürməsi Ramil. Bu ötürmənin kəsməsinə imkan vermədi. Ramazan topladı indi. Ötürdü soldan. Nicat var orada. Nicatdan Mehman istiqamətinə ötürmə. Mahir gir araya. İmkan vermədi bu ötürmənin keçməsinə. Ramazan topladı indi. Ramazana sağdan ötürmə düşünmüşdü amma Mehman üçün sürətli ötürmə olur bu. Elvindən diaqonal ötürmə. Ramil düşünmüşdü amma Həmid girdi araya, imkan vermədi topun keçməsinə. Mehman zərbəsi qapının üstündən meydanı tərk edir. Nurlan topu əllə oyuna daxil etdi. Ramazan qarşılayır. Out. Out yeni yetirdi. Ramil topladı indi. Ramil ötürməsi Elvinə. Elvinən qapı qarşısına ötürmə. Orada komanda yoldaşları topa toxuna bilmədilər və bu hücum ilk hissənin son epizodu olur. İlk hissə hakimi final fiti ilə başa çatır. İlk hissə Quraba komandasının 2-0'lıq üstünlüyü ilə başa çatdı. İkinci hissədə görüşmə ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan hər birinizi xoş gördük əziz futbol sevərlər. İlk hissə Quraba komandasının 2-0'lıq üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə təkrardan hər iki komandaya da uğurlar arzulayırıq. Baxaq görək bizi ikinci hissədə nə cür bir qarşıdurma gözləyir. UPD komandası geri dönüş edə biləcəkmi? Yoxsa Quraba komandası biraz da fərqi açacaq. Bunu ilerleyen vaxtlarda, ilerleyen zamanlarda görəcəyik. Yaxın 25 dəqiqədə bütün suallarımıza cavab tapa biləcəyik. Həmid topladı indi. Həmiddən uzun ötürmə amma top Osudiyədə komanda yoldaşı yox idi. Toğrul
Toğruldan paralel ötürmə. Topu oyunda saxlayır. Yaxşı çıxır. Burada Ruslan topladı indi. Ruslan. Elvin yaxşı çıxmışdı hücuma. Öz adaşı Elvin Cəfərquliyev kimi şığımışdı hücuma. Müdafiədən və top qapıdan keçir. Top qapıdan keçir. Ramil fərqlənir. Qapısından top əlindən sürüşür. Heç gözlənilməyən bir epizodda bəxtsizlik yaşayır. UPD komandasının qalkiperi Mübariz top əlindən sürüşür və tora daxil olur. 3-0 oldu hesab. Ramazan topladı indi. Ramazanın ara ötürməsi. Toğrul imkan vermədi bu ötürmənin kesməsinə. Out. Out yeni yetildi. Abu topladı indi. Yanında komanda yoldaşı Nizat var idi. Nizatdan sağdan ötürmə. Ramazan var orada. Toğrul Ramazandan qabaq qarşıladı ama qaydanı pozduğunu bildirir hakim Toğrulun. Qapıya doğru zərbə. Nurlan topu dəf edir. Bu dəqiqəyə qədər qapısını toxunulmaz saxlayıb Nurlan. Ramazan topu özü saxlamağı bacardı. Ötürdülməsini etdi sağına. Ha, İlyasın qapıya zərbəsi. Yox, Abu idi bu. Abunun zərbəsi çərçivənin üzərindən meydanı tərk edir. Nurlan indi əllə. Sağına ha, uzun ötürmə etdi. Və burada Elvinə qarşı qayda pozulub. Sarı vərəqə də cəzalanır Ramazan bu qayda pozuntusuna görə. İndi Quraba komandası cərimə zərbəsindən top oyuna daxil edəcəklər. Elvinə ötürməsi biraz sürətli alınır. Zərbə idi mi yoxsa ötürmə idi mi? Hər nə idisə qeyri dəqiq alındı. Bu topladı sağ cinahdan. Onun ilerləməsinə imkan vermədi. Mahir və out indi yeni yetirdi. UPD komandası ötürməsi Qorxmaz. Sol cinahda İlyası görür. İlyası ötürməsi Qorxmaza yaxşı alınır. Qorxmaz dərhal 2 nəfər təzyiq göstərdi Qorxmaz orada və top itkisi baş verdi. Out. Out yerinə yetirildi. Qorxmaz topladı. Ötürməsini etdi sağ cinaha Abuya. Abu təkrardan Qorxmazın zərbəsinə blok gəlir. Və uzaqlaşdırır topu Toğrul. Arxada bir tək Nicat var müdafiədə. Artıq qollar lazımdır UPD komandasına. Ən azı bərabərlik üçün hücuma atılırlar. Yaxşı çıxdılar bu təzyiqdən. Ruslan arxası dönüş oynamağa çalışır. Ötürməsini edir Mahirə amma top UPD komandasında qalır. Top təkrardan Quraba komandasında da Elvin indi sağ tarafına gəldi. Qapı qarşısına ötürməsini edir. Zərbəsi istədiyi kimi alınmadı və burada Ramil qaydanı pozub qapıçıya qarşı. Vətənmə zərbəsindən təkrardan oyun hərəkətliliyi qazandı. Qorxmaz topladı indi. Qorxmaz döndü geriyə. İlyas var orada. İlyaslar mərkəzə ötürmə. Qorxmaz. Qorxmaz topu yaxşı çəkdi və Qorxmaza qarşı qayda pozulub. Mahir qaydanı pozub burada Qorxmaza qarşı. Qorxmaz indi cərimə zərbəsini özü yerinə yetirəcək. Hakimi fiti səslənib. Qorxmaz qapıya zərbə edirdi. Top canlı sətdən qaydır. Ramil indi. Ramil. Amma qarşı qayda pozulmayıb deyir hakim. Abunun ötürməsi sağ azlağa. Qorxmaz. Qorxmazdan qapı qarşısına ötürmə. Tərs soxunuş Mahirdən. Top dirəkdən qaydır. Az qala avtogol izləyəcəkdik.
Ramil və İlyasın ikili mübarizəsi top UPD komandasında qalır. Mübariz ötürməsi Abuya. Abudan sağ zaha diagonal ötürmə. Nurlan topu uzaqlaşdırmağı bacarır. İlk əmrdə topa sahib olmağı bacara bilmədi. Top əlindən sürüşdü. Sonra da topu uzaqlaşdırmağı bacardı. Nurlan qalkiper. Uzarbəni də dəf edir Nurlan. Oxmaz. İndi əks hücuma çıxmağa çalışır. Quraba komandası Ramil sağ zınaqdan irəliyir. Ramilin qapıya zərbəsi. Golkiper Mübariz və korner. Elvin indi korneri yerinə yetirəcək. Ötürməsini edir. Abu qarşılayır topu. Qorxmazda qalır topu indi. Qorxmaz. Keçə bilmədi burada rəqibini. Out. Mehman topladı. Ötürməsini etdi Abuya. Abudan təkrardan Mehman yaxşı çıxdı orada. 3 nəfərin əhatəsindən. Qorxmaza ötürməsini də etdi. Qorxmaz. Təkrardan Mehman'a Ramazan istiqamət ötürmə sol cinahdadır Ramazan. Oradan təkrardan Mehman qapı qarşısına ötürmə. Toxlu qarşılayır. Ramil gözlədi, ayaq saxladı. Komanda yoldaşlarını gözlədi. Ötürməsini etdi Elvinə. Elvindən geriyə Mahir. Təkrardan Mahirdə top. Mahirdən ən geriyə qal. Kiperləri Nurlana dönürlər. Top çevirir bu dəqiqələrdə Quraba komandası. Tələsmələrinə ehtiyac da yoxdur çünki hesabda iləridədirlər. Ramil tək toxunuşla orada Ruslanı düşünmüşdü amma ötürmə biraz qeyri-dəqiq alındı. Abu keçə bilmədi burada Elvini. Out. Rafa. Mehman topladı indi. Mehman zərbəsini edirdi. Blok gəlir Mahirdən. Abudan diagonal ötürmə Ramazan istiqamətinə Toxlu topu qarşılayır. Və korner. Abu topladı. Ötürməsini etdi Nizata. Araya girdilər. Ramil qapısan qabaq çatdı. Çəkdi də topu sağına. Zərbəsini də indirdi Ramil. Və hesabı 4-0 edir Ramil. olur hesab. İkinci hissədə 2 qolun da müəllifi Ramildir. Komandasını 4-0'lıq üstünlüyə çatdırmağı bacarır. Artıq UPD komandası üçün işlər biraz da çətinləşir. Qayda pozuntusu. Nicəlmə zərbəsindən UPD komandası gol axtaracaq Quraba komandasının qapısında. Qorxmaz, hakim səsləndi. Qorxmazın zərbəsi top. Çərçivənin üstündən meydana tərk edir. Nurlan indi uzun ötürmə əli istiqamətini yaxşı alınır. Əli tək toxunuşda ötürmə ilə Ruslanı düşünmüşdü amma Abu bu ötürmənin kesməsinə imkan vermədi. Elvin indi korneri yerinə yetirir. Top təkrardan Elvindədir, müdafiəçidən qayıtmışdı. Nurlanın qapıya zərbəsi. Top qapının yanına meydana tərk edir. Biz harada gördük Nurlanı? Rəqibin meydanındaydı artıq, rəqibin. Meydandan zərbəsini indirməyi bacardı, amma top çərçivəyə tuş gəlmədi. Qorxmaz topladı, sağ zantadı, Qorxmaz zərbəsini indirdi. Nurlan, bugün toxunulmazam deyir Nurlan. Qapımda qol görməyəcəm deyir. Nicat.
Dönür geriyə qapısı mübarizə. Mübariz topu uzaqlaşdırır. Qorxmaz istiqamətə ötürmə alınır. Qapıdan zərbə ilə indi Quraba komandası topu oynaya daxil etdi. Əli topladı. Əldən Toğlu ötürmə. Toğludan sadəcə Elvinə. Elvin çox yaxşı topu ram edir. Ötürməsi edir Ruslana. Ruslan zərbə indirməyə imkan vermədilər Ruslana. Sol cana ötürmə orada. Qorxmaz var. Qorxmaz zərbəsinə blok gəlir Toğludan. Qorxmaz təkrardan zərbə. Bu dəfə Nurlan topu dəf edir. Nicat topladı. Nicatın sağ cana ötürməsi keçmədi. Ramil əli qarşıladı, özü istəyirəm. Ramazan topladı. Paraya ötürmə. Sol cana Qorxmaz. Çəkdi soluna. Bir fake atdı. Ötürməsi idi. Mehmanın zərbəsi. İstədiyi kimi alınmadı. Bu topa da meydanı tərk etməmişdim mən. Meydanı tərk etdiyini düşündüm ama yox. Topa da oyundaydı. Qorxmaz ötürməsini Ruslan qarşılayır. Ruslan kəsə bilmədi burada bunu. Nihatın zərbəsinə blok gəlir Toğludan. Alt yeni yetildi. Ramazan topu oyunda saxlamağa çalışdı ama bu mümkün olmadı və alt indi Quraba komandası yerinə yetirəcək. Sağ zana ötürmək düşünülmüşdü. Bu girdi araya. Elvin yaxşı çıxdı hücuma indi. Heç kim yoxdur arxada və Elvin də ötürməsini etdi Mahirə. Mahir də topu baş qapıya göndərir. Bu da 5-ci qolu olur Quraba komandasının. Beş 0. Qorxmaz topladı. Ötürməsini etdi. Elvin girdi araya. Hər yerdə var Elvin. Ayaq basmadığı yer qalmayıb stadionun. Bunun zərbəsi top. Çərçivənin üstündən meydanı tərk etdi. Ramil topladı. Ramil. Savat bir Ruslana. Ruslan. Topu istədiyi kimi ram eləyə bilmədi. Elvin ötürməsi əl istiqamətinə. Əldən o mərkəzə yaxşı gördü Ramil. Yenə boşdu, azlıqla yaxalayıb rəqibin müdafiəsini. Bu ötürməsi Toğlunun ayağına oturmadı top. Sol zona diagonal ötürməyə düşünmüşlər. İlyas topu istədiyi kimi ram eləyə bilmədi. Əli topladı. Sol zona atladı Əli. Mərkəzə ötürmə Toğrul. İlyas qarşılayıb ötürməni Mehman. Və Mehmana qarşı qayda pozulub. Dərmə zərbəsi topuna daxil edib. İlyasın zərbəsi qapının üstündən meydanı tərk edir. Elvin topu oyunda saxlayır. Elvinin ötürməsi keçməli Həmid topu qarşılayır. Out. Tək toxunuşu ötürmələr. Toğluda qalır top. Toğlunun zərbəsi Mübariz dəf edir və top təkrardan Mübarizədir. Mübariz oyunu hərəkətliyi qazandırıb. Qorxmaz. Qorxmazın ara ötürməsi. Ruslan bu ötürmənin keçməyinə imkan vermədi. Mübariz görün hardadır. UPD komandasının qol-kiperi. Edvin çəkdi soluna. Ruslan var idi orada. Out. Altdan topu oyuna daxil etdi UPD komandası. Mehman indi komandasını hücuma çıxarmağa çalışır. Qorxmazı görür yanında. Qorxmaz topladı. Təkrardan Mehman. Tək toxunuşu ötürməklə Qorxmazı görür. Qorxmaz. Ötürməsi kesmədi. Toğrul bu ötürmənin qarşısını alır. Ruslan ötürməsinin qarşısında Həmid kəsir və out. Elvindən ötürmə Ramil istiqamətinə. Amma müdafiəçilər imkan vermədi bu ötürmənin Ramilə çatmasına və korner.
Out. Outdan indi Quraba komandası. Top oyuna daxil etdi. Nurlan topladı. Sürməsini etdi. Sağ zınaqda əli var. Nihatdan təzyiq var idi. Out. Ortada Ramil yaxşı görür. Ramil önünü açır. Keçdi də bir rəqibini. Sürməsini etdi. Qapıya doğru zərbə. Temas var idi deyəsən səhv etmirəmsə. Qalkiperdən bəli, korner. Qapı qarşı ötürmə, başda zərbə gəldi Toğrul, amma top istədiyi kimi oturmadı. Qorxmaz ötürməsini etdi solcuğa, Mehman var orada. Mehmanın təkrardan Qorxmaza. Qorxmaz çəkdi topu sağına. Yaxşı gördü burada Mehmanı. Çox gözəl ötürmə etdi Mehmana. Mehmanın zərbəsi, çərçivəyə tuş gəlmədi bu zərbə. Qapdan zərbələ Nurlan top oyuna daxil etdi. Ramil döndü, qalkiperi Nurlana. Nurlan ötürməsi ünvansız alınır, out. Qorxmaz. Nihat təkrardan Qorxmazı düşündü, amma Ramil bu ötürməni əvvəldən oxudu və bu ötürmənin qarşısını kəsdi. Burada qayda pozulub. Nurlandan qayda pozulub. Qalkiper Nurlan özü topu önünə attı, ilerləməyə çalışdı, amma mümkün olmadı və artıq faul limitini də doldurduğu üçün 11 metrəlik zərbə təyin olundu. Quraba komandasının qapısına baxaq. Necə dəyərləndirəcək bunu UPD komandası. Mehman var topuna gerisində. Mehman zərbəsini endirir. Nurlan topu dəf edir. Evindən sağdan ötürmə İlyas. Ötürmənin qarşısını kəsir. Toğuda ötürmə Elvin istiqamətinə. Elvin baş topu ram etdi. Zərbəsini də indirdi. Amma top çərçivəyə tuş gəlmədi. Qorxmaz topladı indi. Qorxmaz. İlerləməyə çalışırdı ki, Toğrul onun irəliləməsinə imkan vermədi. Top hələ də Qorxmazdadır. Mehman ötürməsi, Mehman zərbəsini edildi. Temas da var idi, korner. Nihat topladı indi. Nihatın zərbəsi. Qalkiper qaldı. Təkrar zərbə qapı qarşısında. İlyas var idi orada, amma o zərbə çərçivənin üzərindən meydanı tərk etdi. Out. Toğrul topladı indi. Toğrul qapıya zərbəsini endirdi. Mübarizə qalır top. Mübarizə dərhal 50 top oyunu daxil etdi. Qorxmaz. Başla qarşılamağa çalışdı, amma biraz çətin epizod idi. Dərhal müdafiəçilərə çatdırdı özünü. Elvin özü ilərləyir, zərbəsini indirir. Qalkiper mübariz topu dəf edir. Qorxmaz indi. İş qolunu vura bilərlər. Bəli, və bu da gəlir Nihat. UPD komandasının iş qolu gəlir. 5-1 olur hesab. Sona qədər döyüş nəzərlərini buradan görmək olur. UPD komandası təslim olmur. Qorxmaz topladı indi. Qorxmaz 2-1 gəliblər. Qorxmaz ötürməsini etdi. Zərbəsi, amma qalkiper Nurlan topu dəf edir. Temas da var idi. Korner. Qapçı bu epizodda zədələnir. Müddətli ciddi bir şey yoxdur Nurlanın. Korner yerinə yetirildi. Qapı qarşısına ötürmə, amma müvansız alınır. Out. Az qala. Növbəti qolu qapılana görə bilərdi. Quraba komandası Nurlan özünü yaxşı çatdırdı topa. Mehman topladı indi. Həmidin zərbəsi Nurlan dəf edir.
Qüvvətli zərbəni Nurlan. Yaxşı dəf edir. Ramil istiqamətdə ötürmə, amma biraz sürətli alınır. Elvin yaxşı keçdi. Yaxşı daxildə ötürməsində yaxşı etdi Ruslan istiqamətinə. Ruslanın qapıya zərbəsi. Çərçivədən yan keçir top. Mehman komandasını hücuma çıxardır. Qorxmaz topladı indi. Ötürməsi etdi Qorxmaza. Qorxmaz sağdan düşündü. Top təşərdən Qorxmazdadır. Qorxmaz. Zərbə sözdə şərait yaratdı, indirdi zərbəsini. Blok gəldi müdafiədən. Məhəmid sarı vərəqə ilə cəzalandı. Altdan topun ötürmənin qarşısını kəsdiyi üçün. Qorxma ötürməsini etdi Mehman. Mehmanın qapıya zərbəsi Ruslan. Təkrar zərbə Mehmandan. Amma top çərçivəyə tuş gəlmədi. Hər şey qaydalar çərçivəsində deyir hakim. Out. Qorxmaz topladı indi. Qorxmazın zərbəsinə blok gəlir Əlidən. Qapı qarşı ötürmə Həmid topu buraxdı və Mehman istədiyi ki, topu ayağına oturmadı. Növbəti qola, ikinci qola yaxın idi UPD komandası. Əldən Nurlan topuna daxil etdi. Yaxşı gördü Ramili. Ramildən tək toxuna ötürmə. Elvin. Elvin təkrardan Ramil. Ramil topu ram etmədi, yoxsa özü mü buraxdı? Komanda yoldaşının gələcəyini düşündü sol zaten, amma orada heç bir komanda yoldaşı yox idi. İndi yenə qapısı təkbətək də ötürməsini etdi Ruslana təkrardan Ramilə. Ramilin zərbəsinə blok gəlir Həmiddən. Nicat ötürməsini etdi solca. Orada Mehman var. Mehman. Nə edəcək Mehman? Ayaq saxlayır. Qorxmazı görür. Qorxmazın ötürməsi. Nicat təkədən Qorxmazın zərbəsinə blok gəlir Əlidən. Qorxmaz yerdədir. Ümid edirik ki, zədəsi ciddi deyil Qorxmazın. Ayağa qalxır Qorxmaz. Bunun qapıya zərbəsi Nurlan. Bu topu da dəf edir. Qapı zərbə, blok. Yenə Əksücün Quraba komandasından solcan ötürmə, amma Mahirə çatmır top. Ramilə çatmır top, amma top itkisi gəlir və bu da növbəti qol. Bu da növbəti qol. Bu qol da oyunun son epizodu, son qol olur. Maç başa çatır. Quraba komandası UPD komandası qarşısında 6-2 hesabı ilə qalib gəlir. Hər iki komandayı da mübarizəyə görə təbrik edirik. Növbəti oyunlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.